Salam əziz tələbələr, mən Master nömrə 1 Tədris Mərkəzinin ingilis dili müəllimi Mehtiva Aynur. Bugün sizinlə 26 aprel 2026-cı il tarixində keçirilən ümumi sınaq imtahanı 6-nın ingilis dili fənni üzrə suallarının izahına videoda baxacağıq. Gəlin dinləmə ilə başlayaq. Welcome, everyone. Today I'm thrilled to have Hollywood's own Jake Carter with us, the star of Steel Resolve, the latest action-packed thriller. Jake, thank you for joining us. Thanks for having me. It's great to be here. Jake, your new film was released just last week, and it has already grossed over $100 million worldwide. How does it feel to be part of such an incredible success? It's incredible. When a film comes out, you never really know how the audience will react. We worked so hard on it, and seeing it do so well is just amazing. Most of the scenes were shot in various locations around the world. What was that experience like? It was intense, but also really exciting. We filmed in some pretty extreme conditions. One scene was shot in the Atacama Desert in Chile, and another was filmed on top of a skyscraper in New York. The production team did an amazing job making everything look spectacular. The film has been praised for its fast-paced action sequences. How challenging was it to keep up with such an intense schedule? Oh, it was tough. The stunts were pretty demanding, and since the film is so fast-paced, there was never a dull moment on set. But that's what makes it thrilling for the audience. You've portrayed a variety of characters throughout your career. How did you prepare for this role? This character was very different from anything I've done before. I spent months training, learning combat techniques, and working closely with the director to really understand the character's mindset. The script was also really well written, which made it easier to bring the role to life. The film features an all-star cast. What was it like working with such talented actors? It was fantastic. The cast was incredibly supportive, and we all pushed each other to give our best performances. There were also a few great cameo appearances that fans will love. Gəlin suallara baxaq. Deməli, bir nömrəli testdə bizdən cümlənin tamamlanması tələb olunur və cümlənin əvvəli belədir ki, Jake Carter bu rola hazırlaşıb, bir də bizdə araq-ərək şəkilçisi var, by, yəni nəyi edərək. Dinləmədə bu rola hazırlaşmağının cavabı bu cürdür. I spent months training, learning combat techniques, and working closely with the director to really understand the character's mindset. Training, learning combat techniques. Variantı bu hardadır? Məsələn, A-da yalnız öz line-larını memorize, əzbərləməyi deyir. Biz yalnız olan variantları 99% səhv kimi qəbul edirik. Sonra C-də 1990-cı ildən nəsə yazılıb, bizim dinləmədə bununla bağlı heç şey yoxdur. D variantında entirely alone without the director's help, direktorun köməyi olmadan tək hazırlaşıb. Amma halbuki orada deyir, direktorla closely əlaqədə olub. E variantında Hollywooddakı studiyada səhnələrini shooting edib deyir, amma yenə bununla bağlı heç şey yoxdur. Bizdə verilən sözlər B variantındakindən ekvivalentdir. B-də deyir, aylarla trening eləyib və xarakterin mindsetini öyrənib. Combat lessons da var, orada techniques deyildi, döyüş texnikaları. Amma A variantı axı bunu without-la verib, yəni bunu etmədən. Halbuki bunu da eləyib. Yəni A variantında olan söz dinləmənin əksinədir. B düzgündür. 2 nömrəli testdə bizdən sualın cavabının tapılması tələb olunur. Sual da belədir. What does Jake Carter say about experience of filming in various locations? Jake Carter say about. Jake Carter deyir nəyi? Filmin müxtəlif locationlarda çəkilməsi ilə bağlı. Bununla bağlı bizə nə deyir? Yəni gələk locationla bağlı. Deməli, various locations around the world. What was that experience like? It was intense, but also really exciting. Intense, also really exciting. Gərgin, amma həm də həyəcanlı. Məsələn, A-da easy yazılıb, easy deyil, intense-dir. Boring yazılıb, sıxıcı yox. C variantı uyğun gəlir. D-də təhlükəli olduğu yazılıb.
həm də poor job qeyd olunur ki, onlar production komandası poor job eləyib, amma halbuki dinləmədə production komandası təriflənilir. Y variantında da çox uzundu və komanda yenə supportive değildi, halbuki team supportive davranıb. Düzgün cavab bizdə C olur. C. Sonra 3. Düzgün ifadəni tapmalıyıq. Deməli, Y variantından başlayıram. Y'də deyir ki, there were no stunt scenes in the movie. No stunt scenes. Halbuki var bizdə stunt scenes var. Sonra D variantında Jake Carter played this exact same character. Eyni xarakteri oynayıb. Halbuki müxtəlif xarakterləri oynayıb. Yəni personajları, rolları ifa eləyib. C variantında deyir, film was praised because it's fast-paced action sequences. Bəli, film nəyə görə has been praised for its fast-paced action sequences. Bu düzgün cavabdır. C. Sonra 4. Hansı sualın mətndə cavabının olduğu soruşulur. A-da belədir. How much money did production team spend? Bizdə pulla bağlı ifadəyə filmin nə qədər 100 milyon dollar. 100 milyon dollar filmin gəliridir. Amma production team'in nə qədər production team'ə nə qədər xərcləndiyi, daha doğrusu Skyscraper səhnəyə production team'in nə qədər xərclədiyi soruşulur, amma bunun cavabı yoxdur. B. Niyə direktor Atakama səhrasını seçib? Bunun da cavabı yoxdur. Yəni Atakama səhrasını seçildiyi var, amma niyəsi yoxdur. Ondan sonra C variantında bizdən cameo appearance olaraq iştirak edən aktyorun adı soruşulur. Bununla bağlı dinləmənin ən axırında cümlə keçir, amma orada a few great cameo appearances that fans will love deyilir, amma onun adı keçmir. Bu arada cameo sözü çox məşhur bir şəxsin ya müəyyən bir səhnədə özü kimi çıxış eləməsi. Məsələn, ola bilər ki, kinoda kimlərsə konsertə gəlir, orada bir məşhur kimsə çıxış edir və öz rolundadır. Ya da kiçik bir yan rolda ola bilər gəlirlər konsertə, görürlər ki, bu adam da gəlib, belə bir. Sonra halbuki o çox məşhurdur. Bu sadəcə orada həm fanları sevindirmək üçün, həm də diqqət çəkmək üçün istifadə olunur. Ondan sonra D variantında where were some of the film scenes shot yazılıb. Filmin səhnələrinin bəziləri harda çəkilib. Bizdə location var. Location var. Gəlin baxaq. 2 dənə hətta bizdə location var. Biri Atakama səhrasıdır. Digəri New Yorkda Skyscraper. Bəli, düzgün cavab D variantıdır. Sonra test nömrə 5. Dialoqdan aydındır ki, yenə dialoqda eşitdiyimiz və birə-bir, yəni 100% düzgün olan variantı tapmalıyıq. A-da deyilir, production crew often had serious arguments and didn't get along well. Yaxşı yola getməyib kast üzvləri və production komandası, halbuki yaxşı yola gediblər. Sonra məsələn, yeni oxuram, stunt were simply required no physical effort or training from the actors and cast. Stuntlar, yəni o macera səhnələri, aksiyon səhnələri sadə idi və training tələb eləmirdi, amma eləyirdi ki, bu aktyor aylarla training götürüb. Sonra B-yə qayıdıram ki, Carter inanır ki, hard work of the production team contributed to the film's success a lot. Bəli, J. Carter ümumiyyətlə production komandasını çox supportive hesab edir. Ümumiyyətlə, yaxşı iş ortaya çıxardıqlarını düşünür. Bu düzgün cavabdır. Sonra 6 və 10-cu suallar bizdə birinci mətnə əsasəndir. Birinci mətnin bir dənə abzaslarına baxaq və onlara ad qoyaq ki, suala baxanda rahat geri qayıdaq. Hansı hissəyə qayıdacağımızı bilək. Deməli, mətn belədir ki, 1972-ci ildə belə bir festival həyata keçirilib. 50-ci Local Radio Station, radio stansiyasının 50-ci ad günündə. Sonra Dozen Hot Air Balloons varmış. Car parking window from the small beginnings, festival has grown steadily. Burada başqa heç yoxdur. Bu abzas beginningdir. Hadisənin ilk necə başladığını göstərir bizə. Beginning abzası. Begin. Sonra ikinci abzasa baxıram, yazıb. Pilotlar radio vasitəsilə kontakt əlaqə qurur. Eyni vaxtda
öz paraşütlərinin alovunu yandırırlar. Sonra balloon glows opportunity to take fantasy photographs. However, you must arrive just after night has fallen before. Deməli, nə vaxt gəlinəcəyi qeyd olunub. Ümumiyyətlə, hadisənin tarixi buradadır. Festivalın, yəni orada gedib nəyə görəcəksənsə, onun başlanğıcı buradadır. Balloon glows. Abzasın əsas məğzi budur. Sonra üçüncü abzasa baxırıq. During the day you can walk alone. Birincidə balloon glows oldu, yəni havaya qalxdı, sonra davam eləyir. Havaya qalxandan sonra nələr var burada başqa? During the day gün ərzində, yəni festivalın günü içərisində you can walk around among the balloons. Balonların ətrafında gəzə bilirsən, pilotlarla chat söhbət eləyə bilirsən. Came size colors. Balloons come in all size and colors. Some in shapes of animals or cartoon characters, and of course will now products such as varieties of soft drinks and the fast food. Kids will love it. Deməli, burada balonların forması qeyd olunur ki, hər hansı heyvan, cizgi film xarakterləri ola bilər, məşhur məhsullar, soft drinklər və ya fast foodlar formasında ola bilər. Sonra gəlir günorta vaxtı. Why not to take the sky yourself by arranging a balloon flight over the desert with one of the many companies offering balloon rides. Niyə deyil özünüz balloon ride'lar təklif edən şirkətlərin birindən bir uçuş götürüb özünüzə bu səhranın üzərində bir gəzmirsiniz demək istəyir, səmaya yüksəlmirsiniz. Digər possibility isə bizdə. Take the cable car. Cable car, yəni kabelli maşın, yəni bizi kanat deyir, yəni kanat səhradan to the top of the nearby mountains, yaxındakı dağların top zirvəsinə. Longest such ride anyway and enjoy a bird's eye view of the festival. Festivala bir quş baxışı, yəni yuxarıdan hər yeri görmək. Belə bir mənzərədən zövq alına bilər bu cable cardan istifadə edərək. There are plenty of other attractions for, deməli bu bizim attractionlar abzasıdır. There are plenty of other attractions for visitors of all ages, including balloon races and firework displays on the opening evening and the last 3 evenings of the festival. Deməli, festival 4, mən belə başa düşdüm ki, 4 gün davam edir. Açılış günü var, bir də last 3 evenings, digər 3 gün var. Və burada çoxlu digər attraksiyonlar var bütün yaşlar üçün. Balon yarışları var, firework display, yəni ateşfəşanlıq var. Açılış günü və digər hətta festivalın digər 3 günündə də. İndi baxaq suallara. 6-birinci sualda bizə belə deyilir. Members of public are forbidden. Yəni ictimaiyyət üzvləri, yəni insanlar üçün take off area daxil olmaq forbiddendir, yəni qadağandır. Amma burada nə yazılıb bizim abzasda? During the day you can walk around, chat to the pilots as they prepare for take off. Take off, yəni havaya qalxmaq üçün hazırlaşan pilotlarla söhbət edə bilərsən. Balonların arasında gəzə bilərsən. Qadağan deyil bu. Deməli, cavab false-dur. 6.2. İlk festival baş verib radio station'ın opening açılışında. Amma nə vaxt? Festivalın başlanması bizdə birinci abzasda, yəni ilk. Radionun açılışında yox, 50-ci il dönümündə. Deməli, cavab yenə false-dur. 6.3-də deyir, pilots use hand signals to communicate with each other. Hand signals istifadə edirlər, yəni əl siqnalı. Amma nə istifadə edirlər? Pilotlar ikinci abzasda radio contact, radio əlaqəsi siqnalı istifadə edirlər, əl siqnalı yox. Sonra 6.4. You can take a ropeway trip to the top of the nearby mountains. Bəli, bizim dağ attraksiyonu hissə hardaydı? Bu axırıncı abzasda burada yazılıb. Nearby mountains'in olduğu cümlə belədir. To take the cable car from the desert to the top of the nearby mountains. Cable car kanat, ropeway trip bu da kanat xətti deməkdir. Rope kəndirdir və yol, kəndir yolu, yəni kəndirdən asılaraq gedilən yol. Kanat trip götürərək nearby mountains'in top hissəsinə çıxa bilirsən, bəli çıxa bilirsən, cavab olur true. Ondan sonra 7-ci sual belədir. Bu cümlənin, qara ilə verilən cümlənin implies that yazılıb. Imply vurğulamaq deməkdir. Nəyi vurğuladığını, nəyi ifadə etdiyi lazımdır bizə.
nəyi ifadə etdi? Cümlə belədir. From these small beginnings, the festival has grown steadily. Bu kiçik başlanğıclardan başlanğıclardan etibarən deyir. Festival steadily, sabit şəkildə grown olub, artıb yəni. İndi aya baxıram. Festival həmişə popular olub deyir. Bu bizə uyğun gəlmədi axı. Festival burada popular olmasından söhbət getmir. Festivalın dinamikasından, yəni azdan çoxa gəlməsindən söhbət gedir. B'də yazdı. Became smaller over time. Vaxt keçdikcə smaller, daha kiçik olub. Amma mənə lazımdır daha böyük olsun. C'yə baxıram. Festival gradually increase in size and popularity. Bəli, festival tədricən size olaraq və popularity olaraq increase artıb. Bəli, bu düzgün cavabdır. Sonra D'də seasonal balance deyir. Mənim cümləmdə heç bununla bağlı heç nə yoxdur. Y variantında deyir ki, remain the same over the years. Remain the same. Eyni qalıb illər boyu. Amma məndə axı ground artmaq lazımdır. 8. Cümləni tamamlamalıyıq. Başlanğıc belədir. The best time to see the balloon glows is when. Balloon glows'u görmək üçün ən yaxşı vaxt. Best time. Balloon glows bizdə ikinci abzasdadır. Gəlin gəlib burada vaxtla bağlı nə var? However, you must arrive just after night has fallen. Night has fallen just after. Gecə düşəndən sonra. Yəni hava qaralan kimi demək istəyir. Tam qaranlıq yox da, axşamüstü. Or before 5:30 AM. AM yəni günün birinci yarısı. Yəni 5:30 günün birinci yarısı, səhər tezdən 5:30 altın yarısı. Deməli, nə çox qaranlıq, nə çox gündüzdə. Vaxtların ikisi də eynidir. Axşamüstü bir də sübh tezdən. Ala-qaranlıq, ala-toranlıq vaxtı. Bu da bizdə gələ harda yazılıb ki? Məsələn, A'da all the balloons are gracefully floating in afternoon. Yox, günorta yox. Balloons are rising into the dark sky just after nightfall. Əla. Or early in the morning. Bəli, səhər tezdən. Bu düzgün cavabdır. Sonra 9-da possibility sözünün mənası bizdən soruşulur. Cümləyə baxıram. Another possibility is to take. Bundan əvvəlki cümlədə deyir ki, balloon flight götür, səhranın üstündə gəz. Another digər deməkdir. Digər nə? Cable car götürüb səhradan dağa dırmaşmaqdır. Digər yol, digər metod, digər variant. Birinci, balloon flight verilib. İkinci, cable car verib. Orada yuxarıda gəzmək üçün də. İkincini cümləsini başlatmaq üçün another possibility sözü istifadə edilib. Digər possibility sözü ehtimaldır, amma mən buna görə danışıram ki, possibility sözünü bilmədiyin anda oradan nə fikirləşə bilərsən? Ehtimal. Hansı ki, baş verə biləcək nə isə. Elə Y variantındakı might-da nə isə ola bilməsini demək üçün istifadə olunan bir sözdür. Başlığı da uyğun gəlir. Is choice or option that might happen. Baş verə biləcək seçim, choice, yəni option, opsiya, yəni variant, choice, seçim. Bəli, bu düzgündür, variant. Görürsünüz? Digər variant, yəni cable car, yəni teleferik kanat. 10. Hansı sualın cavabı var? Deməli 1. What safety measures? Hansı təhlükəsizlik measure? Bizim mətnimizdə yoxdur təhlükəsizlik measure, yəni tədbirləri. 2. How many balloons participated in the first festival? Neçə dənə balon iştirak edib ilk festivalda? İlk festival birinci abzasdadır. Burada 1972-ci ildə there were about a dozen hot air balloons. A dozen. Dozen bizim dildə bunun bir tərcüməsi yoxdur. 12-yə uyğun gəlir. Yəni məsələn, tutaq ki 100 il əsrdir, ingilisində century'dir. Bizdə əsrdə, onlarda century. Say necədir? 100 il. Bu, yəni bəzi sayların adı olur. Dozen 12-nin adıdır. Bu, fransız dilindən keçib ingilis dilindən. Türk dilində də var. Düzünə deyirlər. Bir düzünə. 12-nin ümumiyyətlə bir paketi var.
Məsələn, beynəlxalq olaraq yumurta 12-12 satılır. Düz indi bizdə 10 satılır. Və yaxud da çəngəl, qaşıq, bıçaq dəstləri, boşqablar, bunlar süfrə, yəni düzümü, düzüm, bizdə düzüm sözü var. Süfrə düzümü dozen olaraq həyata keçirilir. Bunların satışları da belədir. Çaşka 12 satılır, çəngəl 6, 12, 18, yəni bu cür satılır. 12 paketdir, ya onun yarısı 6, ya onun 1/5 misli 18. Yəni bu 12 deməkdir. Bu qədər danışıram ki, sözün niyə belə var olduğunu da sizə ötürə bilim. 2-nin cavabı var. Soru 3. Who are the main sponsors? Sponsorlarla bağlı mətndə heç nə yoxdur. How do pilots communicate with each other during the festival? Festivalda pilotlar bir-birinə necə əlaqə saxlayır? Biz bunu artıq true false sualından da gördük ki, yəni onu həll eləyəndə tapdıq ki, radio siqnallarla əlaqə saxlayırlar və 5. What are the environmental impacts of the festival on the surrounding desert area? Bu festivalın ətrafındakı səhralıq ərazi üçün environmental impact, yəni ətraf mühit təsiri nədir bu festivalın? Cavab yoxdur. 2 və 4-ün cavabı var. Keçirik ikinci mətnə. Deməli, bizim mətn 1, 2, 3 abzasdan ibarətdir. Gəlin görək. Cole Ray has always had a very strong interest in the fashion world and has recently won the famous Young Achiever of the Year title as the Asian Business Awards. Belə bir insan, bu X şəxsi, fashion dünyasında hər zaman böyük maraq göstərib və təzəlikcə ilin gənc achiever, yəni parlayan ulduzu kimi məşhur bir titulu alıb, Asiya Biznes mükafatlarından yəni bu titulu alıb. Bu nominasiyanı yəni. Sonra deyir, ever since, yəni həmişə indiyə qədər she was a little girl, o balaca qız olanda da, she has enjoyed drawing clothes and designing different patterns. O clothes çəkməyi, paltar çəkməyi və designing müxtəlif patternlar, şablonlar, yəni etalonlar dizayn eləməyi zövqlü hesab edib. Yəni buna zövq alıb. Lakin heç vaxt valideynlərinə bunu deməyib. Valideynləri də who own a local supermarket sahibkarı olublar. That she wanted to turn her creative hobby into a real career. O, yəni bunu deməyib ki valideynlərinə, ki o öz kreativ hobisini bir həqiqi karyeraya çevirmək istəyir. Düşünüb ki, valideynləri they wanted her to work in a more traditional business, so she went to university to get a degree in management. Düşünüb ki, valideynləri onun daha traditional, ənənəvi bir biznes sahəsində olmağını istəyəcəklər və universitetdə management ixtisasını oxumağa gedib. Sonra, universiteti bitirəndən sonra, after finishing university, she moved to London and started working at an advertising agency. Londona köçüb və orada advertising agency'da, yəni reklam agentliyində işləməyə başlayır. Və işi səbəbilə çoxlu industry eventlara, yəni sənaye tədbirlərinə getməli olur. She couldn't afford the expensive designer clothes she liked. Amma xoşladığı bahalı dizaynerların paltarlarını almağa pulu çatmır. Afford nəyəsə imkanı olmaq, pulu çatmaq deməkdir. Couldn't afford, pulu çatmır. Nəticə olaraq o özünə yubqalar, top, yəni yubqanın üstündən geyiniləcək, köynək kimi şeyləri özü başlayır düzəltməyə və dostları onun so her beautiful handmade clothes, əl işi olan paltarlarının gözəlliyini görür. Onlar da çox sevirlər və onlar üçün də düzəltməsini ona xahiş edirlər. Daha sonra o a small shop in London that agreed to sell her designs. Londonda balaca bir dükan tapır və razılaşır ki, onun dizaynlarını da satsınlar. They were very popular with customers and every single item was sold. Onlar müştərilər arasında çox məşhurlaşır və hər bunun düzəltdiyi item, yəni əşya, məhsul satılır. Bu uğur ona cəsarət verir ki, advertisingdəki işindən leave çıxsın, onu tərk eləsin və 20.000 pound götürür bankdan loan, kredit, qadınlar üçün öz paltar brendini yaradır. Valideynləri bu qərarla bağlı not angry, əsəbləşmir.
Instead, əvəzində onlar onu dəstəkləyirlər. Yəni bu deyirlər ki, dəstəkləyəcəyik səni. Which made her very happy and relieved. Bu da qıza çox xoşbəxt və relieved, rahatlıq hissi verir. Today her clothes are sold in more than 70 stores. Bugün onun paltarları 70-dən çox dükanda satılır və onun biznesi illik 500.000 pound qazanır. Onun dizaynları, yəni onun çəkdiyi paltarların, çəkdiyi şəkillərin paltar forması, yəni məşhur fashion mağazinlərdə var. O pop starlar üçün paltarları düzəldir və bu mükafatı qazanmaq ona public recognition gətirib, yəni ictimai recognition gətirib. Onun biznesi very fast inkişaf, yəni çox sürətli inkişaf edib, böyüyüb və o she extremely lucky, özünün çox uğurlu olduğunu, həddindən artıq uğurlu olduğunu düşünür. Və qızın cümləsi verilir burada ki, what I do is my hobby. Etdiyim şey mənim hobim idi. And I actually get paid for it. Və mən bunun üçün həqiqətən də pul qazandım. But remember, I have worked very hard for this success, she says. Amma yadda saxlayın, mən bu uğur üçün həddindən artıq çox çalışmışam. O deyir. Deməli 11.1 paltarları deyir. Now available. Hal-hazırda əlçatandır. In over 70 stores. 70 storedan çox yerdə available-dur. Bizdə necədir? Are sold in more than, bəli, 70 storedan more. Çox yerdə sold satılır, cavab true. 11.2 valideynləri supportive davranır, onun karyerasını fashion'a dəyişməsinə. Bəli, burada deyir ki, əsəbləşmirlər, onu support, dəstəkləyirlər. Cavab true. 11.3 decided to start her fashion business immediately after finishing her management degree. Öz fashion businessini başlamaya qərar verdi. Immediately after. Management dərəcəsini bitirən kimi dərhal. Amma bizim mətndə deyildi, axı o advertising agency-də işləyib. Universitetdən sonra Londona köçüb. Yəni universitetdən sonra başlamayıb bu işə. Deməli, cavab false-dur. 11.4 20.000 pound scholarship qazanıb, hətta USA-dəki top universitetlərdən birindən, amma o 20.000 pound bankdan loan götürüb, borc götürüb. Deməli, cavab false-dur. Bu bir scholarship deyil. 12. How did her parents react to her career change? Valideynlərinin karyerasını dəyişməsinin onlar reaksiyası necə idi? Onlar, Y variantından başlayıram. Onlar çaşqın hiss etdilər özlərini və məsləhət gördülər ki, advertising agency-yə davam elə. Xeyr. Onlar narahat oldular ki, bankdan götürdüyü borcu repay eləyə bilməyəcək. Yox. Onlar diplofonda dərin incidilər ki, uzun müddət hobini sirri olaraq saxlayıblar, yox. Onlar extremely disappointed, həddindən artıq məyus oldular, xeyr. Ki, onlar istəyirdi ki, qız onların ailə supermarketini manage eləsin, xeyr. Onlar pleasantly supportive, xoş formada dəstəkçi davrandılar və assist ona kömək edəcəklərini ifadə edədilər. Bəli, bu düzgün cavabdır. Deməli, 20.000 pound borc almağa qərar verdi. Nə vaxt qərar verib? Bax, variantlar hamısı zaman budaq cümləsidir. Vaxtı bizə lazımdır. Vaxtı nə vaxtdır? Deməli, they were very popular with customers and every single item was sold. Londonda balaca bir dükanla razılaşır. Hekayə belədir də. Özünə qəşəng paltar almağa pul çatmır, özü düzəldir. Dostları xahiş edir ki, ona da düzəltsinlər. Ondan sonra Londonda balaca bir shop tapır və orada bütün əşyalar satılır. O əşyalar satılandan sonra ona courage, cəsarət gəlir və o 20.000 pound pul götürür ki, özünə iş qursun. A variantı. After all her clothes in the shop were sold. Shopdakı bütün paltarlar satılandan sonra. Recognition sözü tanınmaq deməkdir. Recognize, tanımaq. Bilmək, fərqinə varmaq. Bu da uyğun gəlir şeyə, gaining acknowledgement. Acknowledgement, bilik, bilmək, tanımaq, fərqinə varmaq ilə. Sinonim. 15. Hansı sualın cavabı var? 1. Which network? Hansı şəbəkə valideynləri idarə edir?
Hətta ım, bizim mətndə lokal olduğu deyilir, nəinki adı. Yəni adı yoxdur. İkinci bir məsələ də network deyil, lokal bir supermarketdir. 2. Exactly. Kalın qızın store, dükanları, mağazaları dəqiq nə qədər pul qazanır? Dəqiq nə qədər pul qazanır? Pul qazanmaqla bağlı bizdə cümlə belədir. Income of over üzərində 500.000 poundun üzərində özü hər il. Amma bu bizdə dəqiq exactly cavab deyil. 2-nin də cavabı yoxdur. 3. Ona public recognition gətirən hansı event idi? Gəlin baxaq. Winning this award has brought her. Winning this award, bu mükafatı qazanmaq. Ona bu belə bir məşğulluq gətirib, yəni ictimai tanınma gətirib. Yəni insanlar bunu tanıyıb artıq. 4. Neçə dənə işçi var onun şirkətində? 5-də soruşulur ki, fashion biznesinə necə başlayıb? Fashion biznesinə necə başladığını artıq mən bayaq cümlə sıraladım. Paltar tikməyi, sonra dostlarına verməyi, sonra balaca dükana getməyi. Amma neçə dənə işçinin olduğu mətndə verilməyib. Deməli, cavab olur 3 və 5. 3, 5. Sonra gəldik test nömrə 16. Complete the sentence. Baş cümlə var. No one seemed to know. Heç kim bilirmiş kimi görünmürdü. Nəyi? Yəni ardınca cümlədə çatışmayan tamamlıqdır və ardınca variantdan seçdiyimiz tamamlıq budaq cümləsidir. Tamamlıq budaq cümləsidir. Onda bağlayıcı, mübtəda, xəbər getməliyik. Y variantında W-dən sonra bağlayıcıdan sonra verb yazılıb. Halbuki mübtəda yazılmalıydı. D variantında what was taken place yesterday? Axı take place sözü, baş vermək sözü heç vaxt məhsul növdə işlənmir. Baş vermək sözü digərlərdə, happen və occur sözlərə də aiddir. Bu ki, məhsul növdə işlənməsinlər. When the festival was supposed to start. Bəli, festivalın nə vaxt başlaması güman edilir. Bu zamana görə də ilə ardıcılığı da düzgündür. When bağlayıcı söz, festival mübtəda was supposed to start. Bu da xəbər. Which team has won? Hansı komanda qalib gəlib? Which team has won? Ardıcılıq düzü, zaman uzlaşması səhvdir. Sim keçmiş sadədir və tamamlıq budaq cümləsində baş cümlə keçmiş sadə zamandırsa, budaq cümlə keçmişlərdən biri olmalıdır. A variantı ardıcılıq düzdür, why bağlayıcı, he mübtəda, was angry xəbər, amma for-la bitməsi səhvdir. Why ilə başlayan variantları həmişə axırını yoxlayırıq birinci ki, for-la bitməsin. Ya for silinməlidir, ya da why what-la əvəz olunmalıdır ki, nə üçün olsun, niyə üçün yox. Sonra 17. Məntiqi incorrect, yanlış cümlələr axtarırıq. Aya yazılıb. Cats are known for their ability to swim long distances. Pişiklər long distances, uzun məsafə üzməyə qabiliyyətinə görə tanınır. Xeyr, bu yanlışdır, bunu götürürük. Çünki biz incorrect axtarırıq. 2. Sən thirsty olanda, yəni susuyanda something to eat, yeməyə nəsə lazımdır. Xeyr, içməyə nəsə lazımdır. Bu da səhvdir. 1-2. Belə variantımız alınır onsuz da, amma biz digərlərinə baxaq. If you practice a new skill every day, əgər sən bir qabiliyyəti, skilli hər gün practice məşq edəsən, you will likely improve over time. Sən böyük ehtimal ki, likely, ehtimal, over time, vaxt keçdikcə improve, inkişaf eləmək. Vaxt keçdikcə inkişaf eləyəcəksən, bu doğrudur, bunu götürməyək. Çünki biz yenə yadda saxlayırıq ki, səhv olanı götürməliyik. 4. Temperatur əhəmiyyətli dərəcədə increase artsa, su freeze, dona bilər. Xeyr, temperatur artanda su nəyə donsun? Cavab 1, 2, 4. 5-də yazıb, kifayət qədər yatmaq and managing stress effectively may be useful to overall well-being və stresi effektiv idarə edə bilmək ümumi rifaha faydalı ola bilər. Bəli, faydalı ola bilər. 1, 2, 4. Sonra 18. I wonder what made that man run out when we came up. Who was he? Deyir ki, mənə maraqlıdır. Biz gələndə o adamı qaçmağa nə vadar elədi?
would meet that man run out. O adamı qaçmağa nə vadar elədi? O kim idi? Cavab nə ola bilər? Məsələn, A variantı, o dənizçidir. Yox. C variantı, o məşhur şairdir. Yox. O bizə tərəf gəlir. Uyğun gəlmir, bu adam qaçıb. B-də yazıb, mənim qardaşım edir. Yox. D variantı, I think he's a thief. Bəli, məncə o oğrudur. Bu uyğun gəlir. Kim biz gələndə qaçan bir adam. Oğru ola bilər. Sonra 19. 19. Storyləri, dialoqları, tekstləri quranda biz zamanın, məkanın və baş qəhrəmanın olduğu cümləni əvvələ verməliyik. Bu cümlələrə baxırıq. You have no right, kiminsə nitqi var, suddenly he so, əvəzlik var, sən haqlısan deyə bir cümlə var, yenə 5-də kiminsə cümləsi var ki, sən burada neynirsən? 6-da belədir. It happened on a fine summer day. Bu, gözəl bir yay günündə baş verdi. 6 birəbir uyğun gəlir. 6. Ondan sonra 6-dan sonra 3 var, bir də 1 var. 3-də deyir, qəfildən o gördü. He saw, qəfildən o gördü. Kim gördü axı? Heç kimin adı çəkilməyib. Demək 6-dan sonra 3-ü verə bilmərik. Çünki 6-da heç kimin adı çəkilməyib ki, özdə bir oğlan kimsə. He əvəzliyinə çevirək onu. 1. 6-dan sonra 1. A farmer was on his way home. Fermer, bəli, evə gedən yolun üstündə idi. Yəni evə gedir demək istəyir. 6, 1. Bu düzgün. Və son olaraq 20. Passive voice, məsul növdə olan cümlə tapmalıyıq. Məsul növdə olan cümlə tapmaq üçün əvvəla to be-nin formalarını tapmalıyıq. Siz artıq bunları bilirsiniz. Am, is, are, was, were, being və been. Gələcək zamanda will be. To be-nin formaları ardınca əsas feildə mütləq feilsət 2 formada olmalıdır. Amma həmişə yadda saxlayırıq ki, to be birləşmələri özü, to be surprised, to be married, to be interested. Bunlar məsul növ deyil. 1. To be-ni axtarırıq. The new shopping mall was. Okay. Ardınca feil sifət opened. Bu da qaydasında. Cümlə sifətlə və yaxud da isimsiz yiyəli əvəzliyi ilə də bitmir. 1. Düzgün məsul növdür. 2. The teacher explained the complex concept clearly to the students. To be-nin heç bir forması yoxdursa, məsulluq mümkün deyil olsun. 3. They are. Bəli, are to be-nin bir formasıdır. Amma ardınca organizing gəlib. Məndə organizing feil sifət 1-dir. Məndə feil sifət 2. Organized lazımdır. Bu uyğun gəlmədi. Bu bildiyimiz indiki davam edici zaman. 4. To be-ni axtaram. The results of the exam will be. Bəli, ardınca announced. Bu da feil sifətdir. 1, 4. Mənə lazım olan buydu. 5. The company has launched a new product line this year. Yenə to be-nin heç bir forması yoxdur. Yoxsa launch başlatmaqdır. Mübtədası öz yerindədir. Kim başladıb? Və ya da nə başladıb? Şirkət nəyi? Yeni məhsul xəttini. Məhsulda olsa nəsə başladılardı. Bu işi başladan cümlənin mübtədası olanmazdı. 1 və 4 əziz tələbələr. Bu qədər. Əgər sualınız olsa, aydın olmayan hansı məqam olsa, sualınızı ünvanlamağa çəkinməyin. Hər birinizə uğurlar.